Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme alimna ma yenfa'na ve enfa'na bima allamtana inneke entel alimul hakim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Hoş gördük her birimizi kardeşler. Allah'a şükürler olsun ki Allah Teala bizi Ramazan ayı yetiştirdi ve bize nasip ediyor ki biz oruç tutalım. Allah Teala buyurur ki öz kitabında ya eyyuhellezine amenu kutibe aleykumus-siyam kema kutibe alellezine min qablikum leallekum tettekun. Ey iman getirenler, sizden evvelkilere vacip edildiği gibi oruç tutmak size de vacip edildi. Leallekum tettekun. Ola bilsin ki Allah'tan korkasınız. Allah'ın vacib bir emrini yerine getiririk. Allah'tan istəyir ki, Allah Teala bu emri, bu ibadeti en güzel şekilde eda eləməyi hem bize hem bütün Müslümanlara nasip eləsin. Və şək yoxdur ki, qardaşlar, oruc ibadeti əzəmətli bir ibadettir. Necə Muhammed sallallahu aleyhi ve sellem bildirir hədisdə "As-siyam vel-Qur'an yeşfa'ani lil-abdi yevmel-qiyamah." Oruç ibadeti ve Kur'an-ı Kerim kıyamet günü kul üçün şəfaatçilik eləyəcəklər. Oruç Allah'a deyəcək ki, ya Rab, mən ona mane oldum gündüzləri Ramazan ayında yemədi, içmədi, şəhvətini tərk elədi, məni onun üçün şəfaatçi etdi. Həmçinin Kur'an-ı Kerim deyəcək ki, ey Rəbbim, gecələri onun yuxusuna haram qatmışam, məni oxuyur, məni onun üçün şəfaatçi edir. Hədisin sonunda Peyğəmbər sallallahu aleyhi ve sellem ki, fəyəştəəni və hər ikisi şəfaatçini eləyəcək. Allah izin verəcək, şəfaatçini eləyəcək. Erməhli buyurur ki, bu hədis onu göstərir ki, oruc əzəmətli bir ibadətdir. Həmçinin əzəmətli olmasına digər bir hədis dəlalət edir. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Allah Teala xəbər verdi ki, kullu amel ibni Adem evladının bütün əməlləri onun üçündür. Etdiyi salih əməllər onadır. Orucdan başqa, oruc mənim üçündür. Və ənə əczi bihi, mən onu mükafatlandıracam oruca görə. Allah Teala nə mükafat verəcək, nə savab verəcək Allah bilir, özü bilir. Biz bilmirik, lakin ümid edirik ki, Allah Teala oruç tutanların qəlbinə, gözlərinə sevinç gətirən böyük bir mükafatlar nəsib edəcək. Allah hamımızı onlardan etsin. Və qardaşlar, Ramazan ayı xeyirli bir aydır, bərəkətli bir aydır, faydalıdır, xeyirləri çoxdur. Ramazanın bizə öyrətdiyi əməllərdən necə dedik orucdur. Həmçinin Kur'an-ı Kerim oxumaqdır, Allah Teala'nın kitabını, Ramazan gündüzləri, Ramazan gecələri oxumaqdır. Peyğəmbər sallallahu aleyhi ve sellem bildirir ki, "Mən qara harfən min kitabillahi Teala fələhu bihi həsənə vəl-həsənətu bi'əşri əmsəlihə." Kim Allah'ın kitabından bir hərif oxusa, ona savab var, həsənət, yəni savab var. Ərəbcədən gedir, qardaşlar, söhbət. Kimsə mənaza tərcüməsini oxusa, umumi olaraq ibadət elədiyinə görə savab qazanacaq. Lakin hər bir hərifə bir savab və hər bir savab da ona bərabərdir, o Kur'an-ı Kerimin ərəbcəsinə aiddir. Və bu onu göstərir ki, əziz qardaşım, əgər Kur'an-ı Kerimi oxuya bilmirsənsə, öyrən. Oxumağı öyrən, Allah'ın kitabını oxumağı öyrən. Maşallah, bax, gün ərzində telefonda nə qədər şey oxuyursan, nə qədər faydalı və ya faydasız. Allah bilir, olar qiyamət günü xeyir olacaq ya olmayacaq. Amma Kur'an-ı Kerimi oxumağı öyrənsən, vallahi böyük savablar qazanırsan. Və oxumadığın hər bir gün itirirsən. Xüsusən də Ramazanda itirirsən. Həmçinin Ramazan bizə öyrədir dua eləməyi, Allah'a çoxlu dualar etməyi. Dua ayıdır, necə Muhammed sallallahu aleyhi ve sellem bildirir. Umumən qul hər bir vaxt Allah'a dua eləməlidir. Lakin Ramazanda xüsusən əllərini qaldır, Allah'a ihtiyacımıdır.
dərdini denən Allah Taala'ya sıxıntıları aradan qaldırsın. Allah Taala qəlbində olan günahları təmizləsin, əməllərində olan günahları təmizləsin. Allah Taala qəlbində olan imanı artırsın. Yəni Allaha de: "Və qala rabbukum ud'uni." Allah Taala buyurur ki kitabında Peyğəmbər sallallahu əleyhi və səlləmə Rəbbiniz xəbər verdi. Rəbbiniz xəbər verdi. Nəyi xəbər verib Rəbbimiz? Ud'uni, məni çağırın deyib Allah Taala. Bax, əziz qardaş, Rəbbimiz Allah xəbər verib ki, qullarıma de ki, məni çağırsınlar. Əstəcib ləkum, mən də onlara cavab verim. Allah deyir bunu. Aləmləri Rəbbi olan Allah, dərdimizdən, hər bir halımızdan xəbərdar olan Allah bizi təşviq edib. Müjdə verib bizə ki, çağırın, mən sizə cavab verim də. Dua edeyim, mən sizin dualarınızı qəbul edeyim. Həmçinin Ramazan qardaşlar tövbə ayıdır. İstiğfar, Allah Taala'dan bağışlanma demək. Ramazandan əvvəl necə olmuşuqsa Allah hamımızı bağışlasın. Böyük bir fürsət verib Allah Taala necə deyərlər? Təzədən başlamaq üçün, sıfırdan başlamaq üçün Allah Taala möhlət verib, gətirib Ramazana yetişdirib bizi. Tövbə eləyək Ramazandan əvvəl nə qədər xətalarımız var idisə, səmimi tövbə eləyək Allah Taala'ya. Allah Taala bizi bağışlasın. Ya eyyuhellezine amenu tubu ilallahi tawbatan nasuha. Ey iman gətirənlər, Allaha səmimi tövbə edin. Səmimi tövbə. Gəl hər birimiz qardaşlar Allaha səmimi tövbə eləyək. Xətalarımızın bağışlanmasını istəyək Allah Taala'dan. Etiraf eləyək ki, Allah Taala ya Rab, sən Quran-ı Kərimdə bildirmirsən ki, "Və men yaghfiru zunuba illa ente." Günahları səndən başqa heç kəs bağışlamır. Əgər sən bizə bağışlamasan, keçməsən, əff eləməsən, biz məhv olarıq. Rabbənə zaləmnə ənfusənə, atamız və anamız deyib, baxın. Allah bizə onlardan hekayə eləyib, Adəm və onun zövcəsi Havva aleyhissalamdan. O zaman ki Allahın əmrindən çıxırlar, cənnətdə xəta eləyirlər, şeytanın vəsvəsəsinə düşüb Allahın əmrindən çıxırlar, sonra Allah itiraf edirlər ki, Rabbənə zaləmnə ənfusənə fəin ləm təğfir lənə və tərhəmnə lənəkunənnə minəl xasirin. Ey Rəbbimiz, biz xəta etdik, öz nəfsimizə zülüm etdik. Sən demişdin, etmə, biz etdik. Sən demişdin, eləmə. Lakin nəfsimiz bizi aldatdı, şeytan bizi aldatdı, o xətaya düşdük. Amma sən bağışlayansan, bizi bağışla, rəhm et. Əgər sən bizi bağışlamasan və rəhm etməsən, lənəkunənnə minəl xasirin. Xüsrana uğrayanlardan olarıq. Biz də qardaşlar, hər birimiz Allahdan bağışlanmadır ya, istiğfarı artıraq. İstiğfarı artırmaqla bilmək lazımdır ki, aləmlərin Rəbbi olan Allah sevinir sənə görə. Sən deyəndə ki, Allahım məni bağışla, sənə tövbə edirəm, Allah Taala sevinir sənin bu sözünlə. Elhamdülillah, bağışlanma diləmək lazımdır. Allah Taala'dan. Həmçinin qardaşlar, sədəqə ayıdır Ramazan. Nə bacarırsansa, Allah üçün sədəqə ver. Kasıblara, miskinlərə, yetimlərə, ehtiyacı olanlara. Lən tənəlül birrə həttə tunfiqu mimmə tuhibbun. Və mə tunfiqu min şeyin fə innəllaha bihi alim. Allah Teala buyurur ki ayədə, sevdiyiniz mallardan Allah üçün xərcləməyincə, Allah üçün sədəqə etməyincə, ehtiyacı olan insanların ehtiyacını Allaha görə ödəməyincə, təqva, Allah qorxusunu əldə edilməsin. Fikir verin qardaşlar, imtihan edir Allah Teala bizi. Əgər Allahı sevirsənsə, Allah qorxusu iddia edirsənsə, xərclə yorum malından xərcləyə bilərsən. Ağırdır. وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا. Allah Teala deyir ki, o möminlər, möminlərin vəsifindəndir, ixlaslı insanlar, Allahdan qorxanların vəsifindəndir ki, onlar öz yemək və içməklərini, özlərinin ehtiyacı olduğu halda, özləri ona ehtiyaclıdır. Ailəsi, uşağı, qohumlarının ona ehtiyacı var və nəfsinə ağır gəlir, sevimlidir. Deyir ki, onu Allah üçün xərcləyərlər.
Sonra görün nə deyərlər? Lə nuridu minkum cəzəən və lə şükura. Və sizə verdiyimiz sədəqə, yemək, içmək, mal, mülk nə varsa, bunda heç bir təşəkkür istəmirik sizdən. İstəmirik bizi tərifləyəsiz, istəmirik bizim adımızı çəkəsiz, harada gəldi. Allaha görə elə bir şeydir. Riyakar insanların vəsfidir. Məsələn, gedir, ibadət eləyir, Kəbədə, həcdə, ibadət eləyir. Əzəmətli bir əməlin üzərindədir, Allah onu nəsib eləyib, lakin əllərini yalandan qaldırır göyə və cihazı da verir ki, məsəl deyir, çək məni. Adam yalancıdır, riyakarlıq eləyir. Allahın belə ibadətə ihtiyacı yoxdur, Allah ixlaslı istəyir. Allah üçün. Ələ lillahi dinul xalis. Allah da bildirir ki, xalis din Allaha məxsusdur. Kim Allahdan qeyrisi üçün əməl eləyirsə, Muhammed sallallahu aleyhi ve sellem xəbər verir ki, Allah da qiyamət günü ona deyəcək ki, İzhəbu ilə mə kuntum turaunə bihi həl təcidunə indəhum cəzəə. Gedin, dünyada əməllərinizi kimə göstərirdirsə onların yanına. Görün, sizə bir mükafat verəcəklər. Allah qorusun. İxlas, Allah üçün eləmək. Muhammed sallallahu aleyhi ve sellemin sahabəsi. Baxın, Muhammed sallallahu aleyhi ve sellem bir gün deyir ki, kim Allah üçün sədəqə versə, Allah onu cənnətdə qaytaracaq ona. Cənnətdə əvəzini verəcək. Abu Dəhdəh radiyallahu anh deyir ki, ya Rasulallah, mənim 2 dənə bağım var. Mən onlardan birini Allah üçün sədəqə etsəm, Allah cənnətdə onun əvəzini mənə verəcək. Muhammed sallallahu aleyhi ve sellem heç vaxt yalan danışmayan, doğru deyən birisi xəbər verib ki, Muhammed sallallahu aleyhi ve sellem Allah onu sənə cənnətdə qaytaracaq. Sahabə deyir ki, ya Resulullah, ailəm də mənimlə olacaq cənnətdə yoldaşım. Uşaqlarım deyir ki, bəli, onlar səninlə bir yerdə cənnətdə olacaq. Deyir ki, ya Resulullah, bağın birini verdim sədəqə. Və gəlir bağa. Görür ki, yoldaşı da orada, uşaqları da. Və bağa daxil olmamışdan biraz aralı məsafədə dayanır və öz yoldaşını çağırır qadını. Ya Ümmə Dəhdəh. O da hay verir ki, deyir, bəli, deyir, o bağı tərk eləyir, onu Allah üçün sədəqə vermişəm. Daha o bizim deyil. Hətta gəlir ki, evladları o meyvələrdən götürürdü ki, atmırlar, onlar daha bizim deyil. Fikirlər Allah üçün, ixlaslı, Allahın rızası üçün, Allahın razılığı üçün daxil oldu. Vermişəm deyirəm Allah üçün. Ona görə Allah deyir ki, sevdiklərinizi gərək xərcləyəsiniz, təqvaya nail olasınız. Həmçinin qardaşlar, digər salih əməllərdə yardımlaşmaq ayıdır Ramazan. Allah Teala buyurur ki, وَتَعَوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى. Allahdan qorxmaqda və xeyir əməllərdə bir-birinizə kömək edin. Nə qədər xeyir əməllər var Ramazanda, kiməsə kömək eləyə bilərsən, fərqi yoxdur, maddi və yaxud da fiziki kömək eləyə bilərsən. Hətta yolda gedən bir yaşlı insanın əşyasını onun üçün daşısan, miniyinə qaldırsan, Muhammed sallallahu aleyhi ve sellem deyir ki, sadaqa o sədəqədir. Sənin üçün sədəqədir. Vay o gündən ki, Allah qorusun hər birimizi ayənin növbəti hissəsinə düşək. Allah Teala buyurur ki, وَلَا تَعَوَنُوا عَلَى الْإِسْمِ وَالْعُدْوَانِ. Günahda, düşmənçilikdə, pis işlərdə bir-birimizə yardım eləməyin. Allah Teala bizi ayənin 1-ci hissəsinə salsın, 2-ci hissəsindən qorusun. Hər birimizi. Və həmçinin qardaşlar, Ramazan pis əməllərə son qoymaq ayıdır. Əl saxlamaq. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Ramazan ayı daxil olanda Allahın nidaçısı, çağırışçısı çağırar. Yunədi munədin, nida eləyər ki, ya bəğil xayr, ey xeyir istəyən, əqbil, gəl qabağa. Yaxın gəl, yaxınlaş. Allahın rəhməti yaxınlaşıb, cənnətinin qapısı açılıb, cənnətlərinin qapısı açılıb, cəhənnəmin qapısı bağlanıb, rəhmətini yaxınlaşdırıb Allah Teala, son qoy xətalara, çəkin o günahlardan. Allah sənə səsləyir. Hədisin davamında buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem, ya bəğişşan, ey şər istəyən, aqsır, arxaya çəkin.
Çəkil, son qoy şərə. Muhammed sallallahu aleyhi ve sellem deyir. Allah'ın əmridir. Həmçinin qardaşlar, Ramazanda son qoymaq lazımdır. Yalan danışmağa, insanlar var adət alıb yalan danışmağı. Yəni yalan danışanda necə deyərlər, tükü də tərpəndir. Vallahi böyük günahdır qardaş. Vallahi yalan danışmaq böyük günahdır. Kiməsə böhtan atmaq, iftira eləmək, ad qoymaq, ləkə eləmək böyük günahdır. Allah Teala buyurur ki ayədə: İnnellezîne yuhibbûne en teşi'el fâhişetu fillezîne âmenû. O kəslər ki, müminlər barəsində iğrənc şayələrin yayılmağını sevirlər. Onlar üçün dünyada və axirətdə şiddətli əzab var. Son qoymaq lazımdır yalana, böhtana, qeybətə. İbn-i Sirrin rahimahullahın bacısı alimə qadınlardan idi. Deyir ki, Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Əs-siyamu cünnə. Oruc qalxandır. Onu deşən isə qeybətdir. Təsəvvür et, dəmiri deşir. Qeybət dəmiri deşir. Oruclu insan üçün daha pisdir. Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verir ki, Allahın ehtiyacı yoxdur o insanın orucuna ki, qarnı acdır, gözünü qorumur, haramdan, qulağını qorumur, qeybətdən, yalandan, dilini qorumur, yalan danışmaqdan, fasiqlikdən, pis sözlərdən. Allahın belə oruçların orucuna ehtiyacı yoxdur. Necə əvvəldə qeyd elədik, o oruç tutan insanın orucu qiyamət günü onun üçün şəfaatçiliyi eləyəcək, bütün əzaları oruç tutanlara aiddir. Necə İbn Baz deyir, rahiməhullah. Həmçinin qardaşlar, Ramazanda ibadətlərdə aktiv olmaq ayıdır. Bax, Ramazan səni meçidə bağlayır, Ramazan səni belə cəmaata gətirir, Ramazan səni zikir məclislərində cəm eləyir. Öyrəşmək lazımdır bax buna. Bir ay mədrəsədir. Allah bizə nəsib eləyib, bir aylıq mədrəsəyə daxil olmuşuq. Çalışqan olmalıyıq. Çalışqan olan insanlar nə üçün çalışırlar? Savadları çox olsun və qiymətləri, dərəcələri yüksək olsun. Biz də əlhəmdülillah çalışmalıyıq. Ramazandan ən gözəl şəkildə istifadə edək. Və son olaraq qardaşlar, zikri artırmaq lazımdır. Zikri. Allah Teala buyurur ki, fəzkuruni əzkurkum vaşkuruni və la təkfurun. Siz məni yad edin, xatırlayın, zikr edin. Mən də sizi xatırlayayım, yad edeyim, zikr edeyim. Alimlərdən görsən biri deyir ki, mən bilirəm Allah mənə Allah xatırlayır. Sual verirlər ki, sən necə bilə bilərsən? Maraqlıdır həqiqətən. Sən hardan bilirsən ki, Allah səni xatırlayır? Deyir ki, Allah özü Quranda xəbər verir. Siz məndən danışın, məni zikr eləyin. Mən də sizi zikr eləyim, xatırlayın. Və ənə mə'hu izə zəkərəni. Sən Allah'a zikr elədikcə, Allah səninlə bir yerdədir. Fərqi yoxdur, sən evdəsən, yollardasan, işdəsən, öz işinin başındasan, ailənin üzərindəsən, minikdəsən, Allah səninlədir. Əgər sən Allah'ı zikr eləyirsənsə. Və asan zikirlər var, qısa, ləfsdə qısa, mənada böyük. Subhanallah deyə bilərsən, vəlhamdülillah deyə bilərsən. Gör Muhammed sallallahu aleyhi ve sellem nə deyir? Subhanallah vəlhamdülillah təmləəni mə beynə səmai vəl-ard. Əzəmətinə bax zikrin. Deyir ki, Subhanallah vəlhamdülillah kəlmələri yerlə göyün arasında olur. Allahu Akbar. Və son olaraq bir qissəni istədiyim Əbu Umamə Əl-Bəhili Muhammed sallallahu aleyhi ve sellemin sahabələrindəndir. Bir nəfər gəlir onun yanına, deyir ki, səni yuxuda gördüm. Gördüm ki, yuxuda sən əyləşəndə də, qalxanda da, evə daxil olanda və evindən çıxanda da Allahın mələkləri sənin üçün Allahdan bağışlanma diləyirlər. Sən nə edirsən? Hansı əməlin var? Deyir ki, əgər siz də mən elədiyimi etsəz, onlar sizin üçün də eləyərlər onu. Allah Teala bu ayəsini oxuyur. Huvəl-ləzi yusalli aleykum və mələikətəhu liyuxricakum minəz-zulmati iləl-nuri və kənə bil-müminə rahimə. Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən odur. Yəni Allah mələkləri də sizin üçün bağışlanma diləyir.
Allah möminlərə qarşı rəhimlidir. Bu ayəni gətirir ki, mən daima Allahdan bağışlanma diləyirəm, istiğfar edirəm, Allahı zikr edirəm. Allah da Quranda bildirdiyi kimi Allahın da mələkləri mənim üçün Allahdan bağışlanma diləyirlər. Zikrin fəzilətlərindən də əziz qardaşlar, nə qədər bacarıqsa Muhammed sallallahu aleyhi ve sellem salavatdan tutmuş, istiğfar və digər Subhanallah və elhamdülillah, Subhanallahi və bihamdi və Subhanallahil azim. Dil üçün asandır. Allah sevir o kəlmələri, tərəzidə də ağır gələcək. Allah Teala hər birimizi bu aydan gözəl şəkildə istifadə edənlərdən etsin. Və əvvəldə unuttum qardaşlar, bu zikri eləməyi və sonunda da eləsə inşallah xeyirdir. Muhammed sallallahu aleyhi ve sellem bir qövmün evində, süfrəsində iftar eləyərdisə, onun üçün bu zikri eləyərdi. Və tövsiyə edirəm ki, əzbərləyək hər birimiz qardaşlar. Aftara indakumus saimun və əkələ təamakumul əbrar və sallət aleykumul mələikə. Oruç tutanlar sizin süfrəmizdə iftar etsinlər. Mallarınızı Allahın ən xeyirli qulları yesin və Allahın mələkləri sizin üçün Allahdan bağışlanma diləsinlər. Vəlhamdülillahi Rabbil ələmin.